Değerli qonaqlar, hər birinizi salamlayıram. Akşamınız xeyir olsun. Bugün bir güzel akşama yığışdıq. Bu akşamın adı Sənətkar İşığına 2'dir. Deyirsiniz nədən 2? Çünki biz Sənətkar İşığına 1'i etmişik. Bu layihəni mən bu mərkəzdə, bu obraz kafeye de gördüğüm için bu layihəni hər zaman burada təşkil edirik. Buradaki şirinliği görürsünüz, bizim aktyor, aktrisalarımızı görürsünüz. Hansı ki illərlə öz sözünü deyiblər, xalqın sevimlisi olublar. Bugün de Sənətkar İşığa 2 adlı layihəmizdə hər birinizə xoş gördük. Nə gözəl ki bizlərlə bərabərsiniz. Olur tədbirlərdə, toylarda gecikənlər olur, hansısa bir əksikliklər olur. Təbii ki bizim için en önemli olan bir şey səmimiyyətdir. Bir arada bir süfrəni paylaşmaqdır. Zaten yemeği biz evdə də yeyirik, çayı evdə də içirik. Ama sizlərin ətrafında və önemlisi odur ki, bəzən əl uzadıb, əl çatmaz sənətkarlara vaxtımız olub belə teatrlara gedə bilmirik, ekrandan izləyirik. Bu layihənin önemlisi odur ki, biz bizi hansı ki bu xalqın sevimlisi olan dəyərli sənətkarları sizlərlə görüşə gətiririk və onları əl çatan edirik. Hələ yarısı yoldan gələcək. Bəli. Yarısı yoldadır çünki bilirsiniz, tıxaclar olur, teatrdan çıxanlar olur, hansısa bir bazar günü də olsa tədbirdə olanlar olur. Nə gözəl ki, sonluq gözəl nəticələnsin. Əsas məsələ odur. Bizlə bərabər hər bir qonaq dəyərlidir. Yəni, dəyərli insanlar iştirak edir. Hər biri öz sahəsində mütəxəssisdir. Gözəl insandır. Gözəl peşə sahibləri var. Həkimlərimiz var. Belə deyək, biznes leydilərimiz var. Modelyerlərimiz var. Vəkillərimiz var, belə deyək. Yəni, bir çox sahənin bizim mənlə bərabər, belə deyək, jurnalistlərimiz var. Mən istəyirəm ki, sənətkarlarımızı sizə təqdim edim. Və sonradan bizə qatılan sənətkarları da onsuz da tanıyırsınız, amma adlarını qeyd edək, onlarla bir salamlaşaq və ev sahibliyi. Ay, nə gözəl, xoş gəldiniz. Ana Rəhmət oldu. Ana Rəhmət oldu. Xoş gəldiniz. Görürsünüz onlar necə dostlar. Mən arzu edirəm ki, hər bir insan birinci dostluğu bacarsın. Səmimiyyət olan yerdə dostluq hər zaman var. Və bir də biz insanlara maddiyyat kimi baxmayaq. Əl uzadanda qol-qol baxmayaq. Səmimiyyətimiz olsun, insanlığımız olsun, vicdanlı. Yəni vicdanlı bir insan olsaq, dostlarımız, çevrəmiz böyük olacaq. Bugün baxın, obraz Cafe House'dayız. Bu məkanın sahibəsi Vəfa Zeynalovadır, bizim dəyərli aktrisamızdır. Öncəliklə ev sahibini dəvət edək, sahibəsini. O bir bizlə salamlaşsın və hansı ki sizin görüşünüzə dəyərli sənətkarları dəvət edibdir ki, onlar bizim üçün bugün qonaq gəlibdir, xoş gəliblər. Hər birinizə dərin hörmətimiz var. Nə gözəl ki, təklifimizi qəbul etmişsiniz. Təbii ki, Vəfa xanımı sevmişsiniz və bilirsiniz ki, biz də sizləri sevirik. Xoş gəlmişsiniz, hər zaman xoş günlərdə görüşək. Bu bizim üçün böyük fəxrdir, həqiqətən. Sizlərin bizlə bir masanı, bir gecəni paylaşmağınız. Vəfa xanım, sizləri sevirik, hər birinizi və ev sahibəsisiniz. İstəyirik ki, siz burada qonaq deyilsiniz. Bir salamlaşaq və qonaqlarımızı təqdim edək, hər biri bizə xeyir-dua versin, məclisimizi başlayaq. Akşamınız xeyir olsun, hər birinizi bayaq qarşılayırdım, yenədən demək istəyirəm ki, xoş gəlmişsiniz. Sizin, belə deyim, hər biriniz mənim üçün nur gətirmişsiniz, bərəkət gətirmişsiniz məkanıma. Çünki bura gələn insanlar, bura sanki mənim evimdir. Çünki bura gələn insanları mən bir-bir özüm xoşlayıram, qarşılamağı, onlarla söhbət eləməyi, onlarla danışmaq. Təbii bu bir qədər mümkün olmur. Ola bilər kimsə diqqətsiz qoyuram. O demək deyil ki, mən kimsə çox sevirəm, kimsə az sevirəm. Sizin hər biriniz mənim üçün çox dəyərli insanlarsınız. Və təbii ki, mən sizdən çox möhtəşəm alqışlar istəyəcəm bizim böyük sənətkarlarımız. Bugün çox sağ olsunlar ki, bizimlə dəyərli vaxtlarını ayırır.
Geldiler bizim yanımıza. Sizin kimi insanlarla, sizin verdiğiniz değeri qiymətləndirib onlar bugün buradadılar. Və təbii ki, burada mənim dəvətim də önəmliydi ki, onlar məni qırmadılar. Çünki bugün bilirsiniz, elə bir dönəmdə, elə bir devirdə yaşayırıq ki, sanki biz zamanı tuta bilmirik. Zamanın arxasıca qaçırıq. Hər işimiz olmayan gün belə deyirik, vaxtımız yoxdur. Çünki vaxt necə gəlir, hardan gəlir, hara gedir, tutam. Şəxsən məndə belədir deyə mən düşünürəm ki, çox insanlarda belədir. Yəni ona görə deyirəm ki, bu insanlar hər zaman görüşlər, tədbirlər, ev qayğıları, ev problemləri və müəyyən tamaşalar, məşqlər, çəkilişlər, oradan vaxt doğrulamaq doğrudan önəmlidir. Bəlkə kiməsə adi, sıradan gəlir. Valla bu belə deyil. Bizim işimiz, peşəmiz doğrudan da çox çətindir. Amma insanlarla ünsiyyət, mən həmişə deyirəm ki, mən bu kafeni açmayana kimi ünsiyyətdən qaçırdım. Və bilmirəm, o məndə bir kompleks şəklini almışdı. Mən buranı açandan sonra mən başladım, sanki mənim evimə gəlirdi insanlar. Mən onları bir-bir qarışmamağa, onlarla söhbət eləməyə və başa düşdüm ki, sən demə, bu nə qədər keyfli və nə qədər xoş bir təşəbbüsdən oyanayım. Bu elə bir sanki mən yenidən yaşamağa başladım. Hərdən işdə uşaqlarla söhbət eləyəndə deyirdim, necədir, nədir, yorulursan falan da. Deyirdim, yox. Mən bu vaxtda kimi sən demə düz yaşamamışam. Sən demə insanlarla daima ünsiyyətdə olmaq özü çox böyük bir məktəbdir, özü çox böyük bir təcrübədir. Mən bu təcrübəni özümlə səhniyədən, efirədə, öz vəfa olaraq öz həyatıma da daşıyıram. Hər kəsdən nəyisə eşidirəm, hər hansısa xoş xəbəri, problemi, əhvalatı. Yəni bu özü o qədər maraqlı bir şeydir ki, hər cür insan var həyatımızda, ətrafımızda və bu dünyamızda hər bir insan var. Və hərlərdən nəsə çalmaq, oğurlamaq özü də mənim üçün çox maraqlı və çox keyiflidir. Nəsə çox danışdım bu tərəflərdə. Ətraflı gəldim, ətraflı gəldim. İndi sənə tanımağa başlayırıq, danışırıq. Çox sağ ol. Mən ayrıca istəyirəm bir də Həmidə xanım üçün, bizim gözəllər gözəli, Həmidə xanım deyəndə hər kəs Həmidə xanımın vurğunu olub da biz Həmidə xanıma baxaraq belə deyim, o gözəlliyi görmüşük, o səmimiyyəti görmüşük. Çox sağ olun Həmidə xanım. Və bizim, ay Allah, mən nə deyim? Mən necə deyim, mən bilmirəm. Bizim canımız, gözümüz, mənim şəxsən, mən bu insanı görəndə mən özümü saxlaya bilməm. Darda olun, əlimdə nə iş o, qaçıram, qabağına öpürəm, qucaqlayıram. Ona mənə o qədər doğma, isti, qucaqlayır ki, Səidə xanımla yoxdur. Və biz Səidə xanımı həmişə efirdə görəndə, mavi ekranlarda görəndə nə qədər sevinirik. Onun o tamaşaları, oynadığı obrazlar, təbii ki, çox sağ olun Səidə xanım. Valla sizin qarşınızda, sənətinizin qarşısında hamı sizə borcluyuz. Valla tam səmimiyyətimlə deyirəm, ürəkdən gələn sözlərdir. Var olun Səidə xanım. Və təbii ki, Sizə ihtiyacımız var. Allah qədir rəhmət eləsin Ramiz Novruz'a. Ramiz müəllim haqqında danışsam gərək bütün günü burada danışırım. Yəni bütün zamanınızı alım. Ona görə bir sözlə demək istəyirəm ki, Ramiz müəllimin bizə qoyub getdiyi yadigarı Cavidanımız bizimlədir. Gənc olmağına baxmayaraq o qədər istedadlı bir insandır ki, həm aktyordur, həm çox gözəl səsi var. Bilməm, indi müzik üçün nəsə ifa eləyəsin. Cəmat yazıqdır, eləməm. Öz zarafatlarıyla da heç də öz, belə deyim, atasından geri qalmır, Ramiz müəllimdən geri qalmır. Həmişə biz deyirik ki, Tuğçla, torpağı sana yaşayasan, çox ataya oxşuyursan, dəhşətli dərəcədə. Mənim onların həm Cavidanın özünə, həm onların ailəsinə, Ramiz müəllimin ailəsinə mənim çox büyük bir simpatiyam, büyük bir sevgim, büyük bir değerim var. Allah papaya da rəhmət eləsin. Və təbii ki, anarımız bizimlədir bu il. Anar Elbətov, məncə heç anarı təqdim eləməsəm də olar. Çünki
Anar ekrandan düşür ki, elə onları təklif edir. Anarı bir ekranda görürəm, bir də teatra görürəm. Deyirəm, Anar bugün mesela daha çok gördüm. Bugün bütün seriallarda hara baxsaq, hər hansısa bir obrazı düşməndə Anar gəlir gözümüzün qabağında durur və eləcə də mənim teatrda tərəf müqavilimdə hər zaman bir-birimizi çox gözəl tamamlayırıq və çox istedadlı bir insandır. Təşəkkür edirəm hər birinizə. Təbii ki, ürək sözlərimizi bizim dəyərli qonaqlarımızla bölüşəcəksiniz. Yəqin ki, onların da sizə müəyyən sualları olacaq. Yəqin onu da cavablandırarsınız. Sizə bir zəhmət olsa da. İçər salaq da ye. Sən davam elə. Ona görə bax, divana yerləşdirirsən. Maşallah. Belə, xoş gəlmişsiniz bir daha. Çok sağ olun, var olun. Yine de deyirəm, nə xoş ki, sizlərlə bərabər. Sizə bir telefon lazımdır öyle. O tembrlə elə bir O səsi, bəli, mən hər zaman deyirdim, mənim səsim kobuddur, amma sizi kimi sənətkarlar mənə çox deyib ki, səsin qəşəngdir, bu mənim üçün böyük zövqdür. Allah sizləri var eləsin və mən bilirəm ki, siz gözəl, düzdür, aksiyorluğunuz bir başqa, ifanızın da bir başqa yeri var. O, bizə hədiyyə edərsiniz də onu. Olar mı? Biraz açılacaq da, biraz buradayım. Değerli dostlar, inanıram ki siz de bu tədbirdən get-gedə daha da razı qalacaqsınız və Sənətkar İşığına adlı layihənin bəzən adı adi gəlir, amma doğrudan böyük önəmi var. Mənim üçün ən gözəl bir şey, dəyərli insanlarla bir arada bir günümü bölüşmək, onlardan nəyisə öyrənmək və ömrümüzün xoş keçməyidir. Kimlərin əgər belə deyək, təbii ki, hər kəsi burada təqdim edəcəm. Kimlər öz ürək sözləri varsa buyura bilərlər. Bəlkə Gülşən xanımla başlayaq. Gülşən xanım, Gülşən Behbud bizlə bərabərdir. O da təşkilat rəhbəridir, jurnalistdir. Bugün bizim qonağımızdır. Xoş gəlmişsiniz. Hər zaman tədbirlər təşkil edir bu xanım. Buyurun da bir sözünü eşidək. Xoş gəlmişsiniz. Axşamınız xeyir olsun, dəyərli qonaqlarımız, sizin təxri qonaqlarımızın hər birinin ayrı-ayrı salamlayıram. Dəyərli dostlar, həmkarlar, hər birinizi xoş gördük. Əfsanə xanımın bugünkü axşam yeməyinə gələn dəyərli qonaqlarımız, tanış da hər biri tanıyıram. Və mən bugün düşünürəm, Əfsanə xanımsa xüsusi təşəkkürümü bildirirəm. Çünki artıq ikinci dəfə belə bir tədbir təşkil edirsən, önəmli tədbirdir, maraqlı tədbirdir. Və mən də düşündüm ki, bu tədbirin artıq birincidə iştirak eləməmişim, ikincidən iştirak eləməliyəm. Mən bizim xalq artistimiz Həmidə Ömərovu salamlayıram xüsusilə, Səidə xanımı salamlayıram. Sizin efirlərdə sizin səsinizlə, sizin rollarınızla görmüşük. Nevoysa yastığı bizim xatirimizə hər zaman qalıb qalacaqdır. Bugünkü bulaq verilişinə xüsusilə Səidə xanımın həzin səsinə qulaq asaraq zövq alırıq böyük. Vəfa xanımdakı, yəni necə deyim, bugünkü gəncliyin bizim ən azı, məsələn, bizim ürəyimizdə bir xüsusi yerimiz var. Gənclərdəki öz rolları ilə, öz səsləri ilə son vaxtlardakı hər birimizin yanımızda da hər birimizə uğurlar arzulayıram. Və Əfsanə xanım, uğurlar arzulayıram sizə. Təşəkkür edirəm bugünkü üçün, var olun. Varsınız, nə yaxşı ki, bizlərlə bərabər. Mən özümə təqdim eləmədim. Gülşən Behbud, Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyinin sədri, tərəqqi medallı, şair, jurnalist. Çox sağ olun. Gözəl xanım, var olun. Değerli dostlar, biz isteyirik ki yavaş-yavaş rəqs eləyək, məclisimiz, tədbirimiz daha doğrusu şən keçsin, şox keçsin. Bax, görürsünüz, deyirlər çox şükür. Baxın, deməli insanlar əyləncəsi, rəqsdir, səmimiyyətdir, söhbətdir. İndi biz, doktor, bəlkə, Mirəzim doktor, bizlə Mirəzim doktor olaraq öz peşəsində mükəmməl həkimdir. Amma bir ekspert olaraq da biz bir efiri paylaşmışıq. İstəyirəm siz də gələsiniz bizim yanımıza. Sumqayıtdan gəlmişsiniz. Çox sağ olun, mən də hamınızı salamlayıram. Və Əfsanə xanım, həqiqətən də bu gözəl günü və gözəl məkanda seçdiyinizə görə və gözəl sənətkarlarınızı bizə təqdim etdiyinizə görə öncə sizə təşəkkür edirəm.
və gözəl sənətkarlarımızı bir daha salamlayıram. Allah hər zaman sizi belə şux, üzü gülər eləsin. Daimi yadda qalan olasınız. Və həqiqətən də biz məkana girərkən belə ətrafı seyr etdik. Gördük ki, həqiqətən də bizim ənənələrimiz daimi hər yerdə, hər kücdə bizə xatırlanılır. Və mən istəyərdim ki, tək buradayıq, yox, həm məktəblərimizdə, yəni bütün restoran və uşaqlarımızın, gənclərimizin oturduğu hər bir yerdə bu ənənələr davam eləsin. Bu günləri çoğunluğu xanımdır, bəylər burada çox azdır. Həqiqətən də mən hər zaman deyirəm ki, bizim Azərbaycan xanımları göydəki ulduz qədər gözəldir. Həqiqətən də biz hər zaman, hər yerdə biz Azərbaycan xanımları ilə fərq edirik və yeganə millətdir ki, Azərbaycan xanımları əvəz edilməzdir. Və ona görə də gözəl günləri burada təşkil edirlər. Mən bu günləri təsadüfən biz illərlə bir yerdə olduğum Qəmər xanım. Mənim deyir ki, bəlkə də deyərəm ki, həyatımda ən böyük rol oynayan və o insandan hər vaxtında mən qida alırım. Və Qəmər xanım bu günləri təsadüfən burada iştirak edir və onlarla Üzü gülər xanım, belə deyil. bu insan dəyişməz bir insandır, həqiqətən də çox dəyişməz bir insandır. Yəni ki, belə gözəl xanımların yanında olmaq, onun ətrafında olmaq mənim üçün böyük şansdır, yəni həqiqətən də şərəfdir. Əfsanə xanım, həqiqətən də sizə minnətdaram. Bu gözəl insanlarla bizi tanış ediniz. Bir də hamınızı təbrik edirəm və bu təşkilata görə hamınıza minnətdaram. Bilirsiniz ki, mən ümumiyyətlə Azərbaycanda bu xeyirxah işlərindən bəlkə də özümə çatan var, yoxdur deyənlərə mən bu illəri şəhid qazi və az təminatlı ailələrə 5700 nəfərə və sünnət eləmişəm olsun. Və Bakıda və bütün bölgələrdə. Və Əfsanə xanım mənə deyəndə mən dedim ki, böyük məmnuniyyətlə onsuz da bu işi davam etdirir, sizlə hər zaman bərabər. Təşəkkür ederim. Sağ olun. Doktor həkim olmaqla bərabər böyük xeyriyyəçidir, amma bunu ilk olaraq özü bu məclisdə səsləndirdi. Ümumiyyətlə, heç vaxt doktor öz elədiyi yaxşılıqları, yardımları heç vaxt demir, amma mən onun adından bir şey demək istəyirəm ki, uzun müddət bizim cəmiyyətimizə nə vaxt müraciət etmişəmsə, hər etdiyi əməliyyatdan pay ayırır doktorumuz, yəni ehtiyacı olan insanlara. Və mən neçə illər bizi tanıyıram və bizim tanımları gözəlləşdirməklə əlaqə olarla bir psixoloji düstur yaradırsınız. O psixoloji insanlara verən rahiyə, algı-həva hər şeydən gözəldir. Çünki insanın o qədər mənəviyyəti, dərin mənəviyyəti olmalıdır ki, o paylaşmağı bacarmalıdır. Və bugün sizin üzərinizdə olan onur, hətta bax bizim orada indi rəfiqələrimiz də var. Belə dedilər, müəzzin doktor budur, yəni siz o qədər adını eşitdir. Bəli, və çox xoşdur bizim üçün. Əfsanə xanım, sizə təşəkkür edirəm. Və illərlə dostumdur. Bizim bir gözəl keçmişimiz var. Qabaqdan gələn yeni ildə hər bir qadına qadın xoşbəxtliyi, bəylərə də bəy libası, daxil bəy libası arzulayıram. Yaxşı ki varsınız. Sağ olun. Natalan xanım, biz istəyirik sizi də eşidək. İllərlə siz də az söz deməmisiniz. Ona görə dəyərli xanımsınız. Sizin də sözünüzü eşitmək bizim üçün vacibdir. Natalan xanım, mən istəyirəm ki, bizim də bilmədiyimiz necə ki işlər görmürsünüz, hər zaman biz sizlərin yanında olmuruq. Amma bunu dilə gətirin. Buradakı əsas bizim tədbirimiz həm sənətkarlarla görüşməkdir, həm də insanları bir-birinə dost etməkdir. Hansı ki, kimin sahəsi bir-birinə nə vaxtsa lazım olanda mütləq yada düşsün ki, biz Natalan xanımı harada görmüşdük və dost olmuşduq. Buyurun. Hoş gördüğünüz dəli. Bugün biz əfsanəyi şırma yaşmışıq və bu gözəl sənətkarların şırma yaşmışıq. Sən olun, var olun. Əfsanəyi görmüşlər göz zamanındadır. Əfsanəsi ayrı-ayrı yazı
Ama seninle ben Şuşada da olmuşam. Sen keçirdiğin tədbirlər çox təşkile layıqdır. Sen çok ürəyi təmizdir. Güzel bir kanımsan. Sənə bu işlərdə uğurlar artırıram. Yəni bizim sənətkarlar artırır. Sağ olun, var olun. Sizden çok seviyorum. Var olun. Ama bu qohumun namazı. Sağ olursan da bağlı dörteceğim. Sağ olun, var olun. Hamıza teşekkür ederim. Uğurlar sənəsin. Hər zaman belə üzügülər hanımlar görəndə adam doğrudan da vallahi işlərin düz getməsə də deyirsən nə yaxşı mənim dostlarım yanımdadır. Mənim ətrafımda öz yaşımdan çox məsələdə yaşımız biraz böyük fərqdə olmasa, amma yenə də böyüyümüzsüz, dəyərli xanımsız, sevirəm hər birinizi. Var olun, çox sağ olun, var olun. Dürdanə xanım, gəlin zəhmət olmasa siz də mənim yanıma. Deməli, mən özümü təqdim etməmişəm. Təbii ki, hər zaman əfsanə deyə deyirəm, tanıyın məni. Amma gördüyünüz işlərdən xəbəriniz olsun. Deməli, 14 ilin tibb işçisiyəm, cərrahiyyədə ən belə deyək, qaymaq professorlardan üz-üzə assistent kimi çalışmışam. Sevə-sevə öz sahəmi təmsil etmişəm. Amma daha nələr edə bilərəm deyə, mənim belə deyək, media sahəsində ilk addımlarım Lider televiziyasından başlayıbdır. Və doğrudan da hər zaman düşündüklərimiz bəzən bizə əl çatan olmur. Amma istəsək, məntiqlə düşünsək və istədiklərimizi əldə edə bilərik. 10 ilə yaxındır bu media sahəsindəyəm və düşündüm ki, hansısa tədbirləri edəndə və yaxud hansısa xəbərləri paylaşanda hamısının bir rəsmiliyi olsun. Bilirsiniz, tədbirlər çoxdur, hər kəs bir sertifikat verir, amma bizdə hər bir şey rəsmi şəkildədir. Və mən öz adıma bir şirkət yaratdım. Legend Company MMC şirkəti, hüquqi şirkətdir. Bu günlərim Legend Company şirkətinin layihəsidir bu sənətkar işığına. Bizim çox layihələrimiz olubdur. Qarabağda bunu öyünə deyərəm ki, 15 layihə təqdim etmişəm. 15 və bir qarış-qarış gəzmişəm. Ulu Öndər Heydər Əliyevin 102 illiyinə həsr edilmiş bir Bakıda tədbir etmişəm. Bir də Şuşamızda, gözəl Şuşamızda 102 illiyinə həsr etdiyimiz rəsm sərgisi təşkil etmişik. Və qarış-qarış Xankəndi, Şuşa, Laçın, Füzuli, yenidən qurulan Füzuli hər birində çəkilişlərimiz olub. Fəxriyə xanımın Xurşudbanu Natəvan haqqında bir süjet xətti var idi, film kimi bir. Onu dedi, əfsanə, bunu biz Qarabağda edə bilərikmi? Dedim, bəli. Çox yüksək səviyyədə, 70 nəfərlə biz Qarabağda həm Milli Moda Dəv Festivalını etmişik və bu Fəxriyə xanım Xələfovanın Xurşudbanu Natəvan haqqında olan filmini orada təqdim etmişik Şuşada. Çox gözəl bir layihə olub. Mən arzu edərdim ki, bizim hansı ki Qarabağda silsilə tədbirlərimiz olacaq. Mən istəyərdim, gedə bildiyiniz qədər bizdən oralarda olun, qonağımız olun. Biz gedəndə gedib qayıtmırıq. Rəsmi tədbirlərimizi edirik, gecə ziyafət gecəmiz olur və bir gecə qalmaqla gəzintimiz olur. Səhər qayıdırlar. Bəli, səhər qayıdırsınız öz ailənizin yanına. Amma bir gün sizləri uğurlamaq doğrudan da bizim üçün böyük şərəfdir və fəxirdir. İnşallah irəlidə bizim Qarabağda daha böyük layihələrimiz də olacaq. Sizlər də orada yer alsaq, bu da bizim üçün böyük. Yəni biz getdiyimiz qonağın hər biri, bilirsiniz, biz harada yüksək səviyyədə belə deyək, gecələmək üçün otellərimiz var. Hansı konferans zalları gözəldirsə biz o məkanları seçirik. Çünki apardığımız qonaqlar bizim üçün dəyərlidir, özəldir. Və bir aktual xəbər az saytı yaratdım mən. Bir ildən çoxdur fəaliyyəti var. Və istəyirəm ki, dövlətimə, millətimə daim yararlı bir vətəndaş olum. Bu arada deyim, ehtiyatda olan hərbiçiyəm. Bəli, və aktual xəbər az saytının təsisçi rəhbəriyəm. Teleekspert kimi sosial verilişlərə dəvət edirlər və mən hansı verilişdə oluramsa, mütləq ora gələn ehtiyaclı ailələrə mütləq kömək etməliyəm. Kiminin hüquqi sosial problemlərinin yanındayıq. Kiminə ehtiyacı olan geyim olsun, qida olsun,
hansısa bir tibbi tərəfdən yardımlar olsun. Tam təmənnasız biz hamısını orada veriliş vasitəsilə icra edirik. Tək veriliş deyil, bu bizim vətəndaş borcumuzdur ki, kimlərsə zəng edib bizə hansısa işi tapşıranda, bəli, düşünərlər ki, bunu siz öz vəsaitinizə edirsiniz, xeyr. Kimlərsə kimlərdən vəsait toplayır, öz adına hərəkət edir. Mən hər zaman bir addım öndəyəmsə, bax belə dəyərli dostların sayəsində. Bəli, bir daha hər birinizə dərin təşəkkürümü bildirirəm. Biz tək əldən səs çıxmaz. Mütləq biz dəstəyi dostlardan almalıyıq və hansı layihədə bizim dostlarımız maddi və mənəvi dəstək olursa, onların adlarını biz çəkirik. Çünki insana ruh vermək, ilham vermək, bir insan başa düşməyə, məsələn, öz işində peşəkar ola bilər, amma o xeyri işindən məşğul olmayıbsa, biz onu başa salırıq ki, bu işdə təşəbbüs eləmək gözəl bir şeydir. Dəyərli dostlar, Dürdanə Musayeva öz sahəsində psixolog, fizioterapevt işləyir. Amma mənim yanımda da aktual xəbərin, belə deyək, səhiyyə xəbərləri üzrə müxbirdir və belə deyək, mənim sağ əlimdir. Hər zaman sən etmə, mən sənin yanındayam, yardım edərəm deyə bizim işlərimiz çox olanda. Nə yaxşı ki, bugün də məndən tez gəldi, sizləri qarşıladı. Dəyərli dostların qazanmağı mənim üçün həyatda pulun önəmi yoxdur. Bəli, yaşamaq üçün pul vasitədir, vəsaitdir. Amma mən hər günümə, varımda, yoxumda şükür edən bir xanımam. Mənim varım, dövlətim sizi kimi dəyərli dostlardır. Sizlərin sayəsində bugün ayaq üstəyik, öz düşüncəmizlə, öz vicdanımızla, öz sevgimizlə sizlərlə bərabər irəliləyirik. Nə yaxşı ki varsınız, özünüzü bir alqışlayın. Dürdanə xanıma söz verək, o hər zaman xeyriyyə işlərində də iştirak edir, öz sahəsində mükəmməl fizioterapevt, psixologdur və aktual xəbərində belə deyək, sağ əlidir. Xoş gəldiniz. Çox sağ olun Əfsanə xanım, təşəkkür edirəm. Gələn qonaqlarımızı salamlayıram, xoş olsun deyirəm. Və bugün bizi bir araya gətirən sizsiz. Sizə təşəkkür edirəm və bu şəraiti bizə yaradan bizim dəyərlimiz Dəfə xanıma təşəkkür edirəm. Bir çox sahələrdən burada insanlar var. Həkim, kosmetolog, modelir, ekspertlər və s. və ilaxır. Və bunları bir araya gətirirsiniz. Bu təşəbbüs silsiləli gedir. Sadəcə olaraq bu layihənin adı Sənətkar İşığı bir olub, bu ikincisidir. Bir çox layihələr var. Hər layihənin adının bir özəlliyi var. Bu da ki, Əfsanə xanım adından bəlli, Əfsanə xanımın ideyalarıdır və çox gözəl, mükəmməl şəkildə həyata keçirdi, bizi bir araya gətirir. Mən həqiqətən fəxr edirəm ki, Azərbaycanlıyam, bunu hər zaman qeyd edirəm. Fəxr edirəm ki, Azərbaycanın sizi kimi dəyərli, mərd qızı var və sizin yanınızda olmağına mən bunu bəzən deyirlər ki, insanı üzünə tərifləməyin. Xeyr, mən heç vaxt bu yanlış fikirdir. Bununla heç bir zaman razılaşmıram. Bir insanın nöqsanı olanda nə yaxşı ona tənqid edilir, deyir ki, bunu düz etməmsən. Amma hər zaman gördüyü işlərlə ilklərə imza atan Əfsanə xanım. Sizə dərin təşəkkürlər bildirməzdim. Daima şəhid və qazi ailələrinin yanında olan. İnanın ki, Əfsanə xanımın siz deyərdim ki, bir 10% gördüyü işləri görürsünüz. 90%-in pərdə arxası, xeyriyyə işlərini mən görürəm. Və deyəndə ki, Əfsanə xanım bunu işıqlandıraq deyir, bəsdir bu qədər. İnsan bu qədərmi təvazökar, insan bu qədərmi sevgi dolu olar. Və inanın ki, bu adamın 2 telefonu var, telefonlar susmur. Nə qədər danışsam burada danışaram Əfsanə xanımla. Telefonlar susmur. Heç bir kəsədə yox demir. Tamam, oldu. Saat bulan vaxtı mən oradayım. Yəni, bu xanımdan çox danışmaq olar. Çox sağ olun. Sizə bir daha təşəkkürümü bildirirəm. Və bizim dəyərli sənətkarlarımız, daimi eksperti olduğum tanıyım bizim layihəsində bizim dəyərli sənətkarımız Həmidə xanımla eyni efiri paylaşırdıq. Çox yaxından, çox belə səmimi söhbətlərimiz olub. Hər dəfə mənə deyir ki, Dürdanə xanım deyir, psixolog olaraq mənim haqqımda nə fikir deyə bilərsiniz. Deyirdim, sizin haqqınızda o qədər müsbət fikirlər demək olar ki, hara gedirsiniz, sonra nur saçırsınız. Bizim uşaqlığımızın xoş xatirələri, Həmidə xanım Ömərova. Bir daha sizinlə görüşdüyüm üçün, canlı belə görüşdüyüm üçün sizə təşəkkürümü bildirirəm. Və bizim dəyərli sənətkarımız, o çöhrəsində hər zaman nur saçan.
Səidə xanım Quliyeva, sizə də təşəkkürümü bildirirəm. Xoş oldu. İlk dəfədir sizinlə bir yerdə canlı olaraq tanışırıq, görüşürük. Həqiqətən o qədər xoş təəssürat bağışladı. Ümumiyyətlə, bax bu məkana girəndə ilk dəfə biz gəldik tanışlığa da Əfsanə xanımla. Mən də bir bacı kimi hər zaman Əfsanə xanımın yanındayam. İçəri girəndə o qədər gözəl obrazlar gördüm. O qədər nostalji, amma çox gözəl, müsbət aura var burada. Mən diqqətlə buranı bir lenta aldım. İnanırsınız, o qədər o videodan mənə sual verdilər ki, bura haradır? Dedim, elə bir məkandır ki, ruhumuzun dincələcəyi bir yerdir. Bizim ruhumuz rahat olanda simamıza yansıyır da, o düzdürmü? Və bizim dəyərlimiz, dəyərli sənətkarımızın bizə əmanəti olan gənc aktyorumuz və hətta sizin mən ifanızı da işitmişəm, səhv etmirəmsə, çox gözəl səsiz var, maşallah. Cavid bəy, sizə təşəkkür edirəm. Cavidan bəy. da olar, amma baxın, sizə necə xoş. Bacımı oxumadı Caviddir. Elə Cavid bəy yadımda qalır. Cavidən bəy, sizə təşəkkürümü bildirirəm. İnanın, o qədər xoş oldu ki, sizləri bir arada görmək, sizinlə vaxt bir masa ətrafında bir söhbət etmək mənim üçün çox xoş oldu. Və bizim dəyərlimiz, daima gözəl seriallardan həqiqətən dəyərli sənətkar bilirsiniz, əməkdar artist də var, xalq artisti də var. Bizim dəyərli sənətkarımız Anar Heybətov. Sizə təşəkkürümü bildirirəm. Çox xoş oldu həqiqətən. Daima o seriallarda həyəcanla izləyirdik ki, görün növbəti serialda nə olacaq. O qədər gözəl filmlərdə çəkilir ki, adını sadalasam çoxdur yəni burada. Sizə də təşəkkürümü bildirirəm. Ayrı-ayrılıqda hər birinizə təşəkkürümü bildirirəm və ən böyük təşəkkürüm də Rəfa xanımadır. Bu şəraiti bizə yaratdığınız üçün təşəkkürümü bildirirəm. Dəyərli insan, gözəl insan, hər zaman nur saçan. Rəfa xanım deyəndə dərhal insanın şuur altısında fikrində nə olur? Təbəssüm. Çünki hər zaman gözəllik, təbəssüm varsa təbəssüm içində gözəllik də var, nur da var. Nə xoş söz söyləsək azdır. Təşəkkür edirəm sizlərə. Hər birinizi sevirəm, hər birinizi bağrıma basıram. Ruhunuz hər zaman sağlam, sütununuz möhkəm olsun. Çox sağ olun Düzanə xanım, var olun. Çox sağ olun gözəl sözlərinizə görə, sənətkarlarımıza verdiyiniz dəyərə görə. Sənətkarlara dəyər verən insanları mən daima sevirəm. Bayaq Cavid dedi, Cavidan zarafatla dedi, Cavidan da olar. Bu normal bir haldır. Yəni kamera, mikrofon və öndə olmaq, çıxış eləmək, onun ayrıca bir təlaşı, ayrıca bir topu var. Ona görə bu normal şeylərdir ki, kimsə nəyisə çaşdıra bilər. Biz profesional səhnədəyik, çeyilir, yenə də görürsünüz ki, haradasa həyəcan gəlir, haradasa dilimiz dolaşır. Ona görə heç də narahat olmamaq. Təbii ki. Və mən bir dənə də sizdən alqış istəyəcəm dostlar. Mən başa düşəmək obrazın təyamları vaxtıdır. Başımız qarışıqdır. Amma mən Əfsanə xanım üçün alqış istəyəcəm ki, onun əməyi də çoxdur burada. Yəni sizin hər birinizi o yığır bura. Çox sağ olsun ki, mən təşəkkürümü bildirirəm ki, sizi məhz bax gətirib bizim bu obrazımıza və bu aktyorlarla görüşər. Əfsanə xanım bayaq söylədi ki, rəqs eləyər, amma mən elə gəlir ki, rəqs bir qədər tezdir. Mən istərdim bizim dəyərli sənətkarlarımızı bir-bir eşidək, onların ürək sözlərini, onların arzularını. İl dəyişilir, qarşıdan yeni il gəlir. Bu ilimiz nə qədər yüklü olsa da, nə qədər çətin olsa da, həmişə ümid üzülmür, ümid kəsilmir. Gələn ilə çox böyük ümidlərlə gedirik. Ona görə onların da belə deyib, həmi xeyir dua deyək, həmi məsləhət deyək, həmi bölüşmək deyək, onların səsini eşidək məncə. Səidə xanım, gəlin sizdən başlayaq. Gəlin də sənətkarımızı gözəl alqışlayaq. Bizim ən çox belə deyim də qidamız alqışdır. Ona görə o yalancı alqış istəməm. Ürəkdən gələn alqış deyil. Çox xoş gördük. Axşamınız xeyir olsun. Əziz sənətsevərlər, əziz gözəl insanlar. Mənə də çox xoşdur sizlərlə burada görüşmək.
Bilirsiniz, biz öyrəşmişik tamaşaçı ilə ünsiyyətdə olan, tamaşaçının qarşısına çıxan, tamaşaçıların həmişə qəlbində özünüzə azca da olsa yer eləyək. Amma bu günləri o qədər gözəl insanlarla mən burada bir daha görüşdüm, sizləri gördüm və nə deyim, ancaq xoş arzularım var, xoş sözlər demək istəyirəm. Qarşıda yeni ilimiz gəlir. Düzdür, hamımız deyirik ki, ay Allah, bu yeni il nə tez gəldi. Elə bir dünən yeni il başlamışdı. Təzədən yenə üzümüzə qarşıda atilimiz gəlir. Allah bizə o qədər ömür versin ki, bir daha 12 ildən sonra yenə də atilimizi görək və uzun çəksin bu illərimiz. Ən əsası nədir? Xoşbaxt olan, sağlam olan, bir-birimizi eşidək, ruzulu bərəkətli olan və biz sənətkarların da arzusu nədir? Təzə rollar oynayaq, sizin görüşünüzə gələk. Daim görüşlərimiz maraqlı olsun. Bilirsiniz, vay o sənətkarın, vay o sənət sahibinin halına ki, ona ətrafında olan əzizlərindən tutmuş tamaşaçılarına qədər sevməsin, əzizləməsin. O qədər sizlərdən xoş söz eşidirəm ki, Allaha and olsun, bu mənim həyatıma yaşamaq üçün stimul verir. O stimulu sizlərdən alıram. O xoş dəqiqələrimi sizlərdən keçirdirəm. Vallahi özümə deyirəm, nə bəxtəvərsən ay sənin. Həmişə bəxtəvər. Allah sizə can sağlığı versin. Yenə deyirəm, xoş gördük. Daim həmişə görüşlərimizdə olun, bizdə sizin, bizi yaşadan budur, sizlərə də ki, həyat eşqi verən budur. Öpürəm hər birinizi. Hər birinizə yenə deyirəm, ailə saadəti, böyük sevincli günlər. Biz bəxtəvər xalqıq. Nəyə görə? Ona görə ki, o boyda Qarabağımızı bizim prezidentimiz bizə bəxş elədi. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bizlərə də ömür versin ki, sizlərin qulluğunda deyəm. Öpürəm hər birinizi. Çox sağ olun. Çox sağ olun. Çox sağ olun. Mənə gəlkin Səidə xanım kimi sənətkardan bu cür sözləri eşitmək doğrudan da çox gözəldir. Yəni, bilirsən ki, bu sözlər boğazdan yuxarı olan sözlərdir. Bu sözlər ürəkdən gəlir. Bu sözlər sanki yaşanır. Və eləcə mən əminliklə, ürəyim belə deyim, əlimi ürəyimə qoyub deyirəm ki, növbəti sənətkarımızın da o dediyi sözlər, o xeyir duaları bölüşməyi bizimlə eyni yük taşıyacaq. Buyurun, Həmidə xanım. Həmidə xanım alqışlar, Həmidə xanım bizim doğrudan da çox dəyərlimizdir. Həmidə xanım nəinki dəyərlimizdir. Biz mavi ekranlarda Həmidə xanımın çöhrəsini görəndə hamımız qadınlı kişili fərq etməzdi. Hayır olurdu ona. Onun bir baxışına, onun bir gözünü, necədir, bütün qızlarımız istəyərdi ki, özünü Həmidə xanım yaşasın, onun kimi gözlərini süzsün, onun kimi baxsın. Yəni, o baxışlardan harda var. Allah Taala o baxışları Həmidə xanımın simasında bizim üçün göndərir. Çox sağ olun, Vəfa. Çox sağ olun dəvətinə görə. Mən uşağı idim. Hardasa deyirlər ki, uşaqlıq xatirələri yadda qalmır, amma yeni ərəfəsidir, bilmirəm, belə bir şey necə saxlamaq olar yadda. 5 yaşım olar, ya 6 yaşım. Şaxta baba gəlmişdi uşaq bağçasına. Anam da məni belə kruva süt içini gecəgümüz bağçasına vermişdi. Bu şaxta baba başladı hamına hədiyyə paylamağa. Mənə yaxınlaşanda mən dedim götürməyəcəm. Dedim, niyə? Dedim, inanmıram şaxta babaya. Dedim, niyə qızım? Dedim, bunu mən yazmışam, ona görə yanımda qalır. Deyirəm ona görə ki, inanmıram da. Sən heç yalandan hər il gəlirsən, belə olacaq, belə heç nə olmur. Deyir, sənin nə arzun var? Deyirəm, olmayacaq. Deyir, sən bu hədiyyəni götür. O arzu olacaq. Nə arzulayırsan? Dedim ki, mən istəyirəm ki, sabah mənim atamla anam barışsınlar,
Məsələn, 5 yaşında uşaq nə bilir? Yəni, mənim bağçaya gəlsinlər mənim yanıma, mənə hədiyyə gətirsinlər. Dedi, sən bu hədiyyəni ye, sənin atanla anan sabah bir yerdə gələcəklər sənin yanıma. Mən bilmirəm, bəlkə də 2-3 gündən sonra atamla anam gülə-gülə gəldilər. Sonra düzü ayrıldılar, amma həmin vaxt ikisi bir yerdə gəldilər əl-ələ. Mənə əlifba kitabı gətirdilər. Bir də Ağrayal, belə iquşda, oyuncaq. O gün mənim həyatımda ən xoşbəxt gün oldu. Və mən o gün doğrudan da xoşbəxt idim bir uşaq kimi. Amma görün, mənim adaşım həmilər. Amma görün həyatda necə anlar olur ki, travmalar. Bu yaşa çatmışam, hələ də o yanından çıxdı. Mən o vaxtdan şaxta babalara inanmağa başladım. Hər il arzu bilirdim. Çoxları yerinə yetmirdi, amma ilk arzum yerinə yetmişdi deyə. Anamla atam barışmışdı deyə mən şaxta babalara uzun illər inanmışam və çox romantik bir qız olmuşam. Ta ki həyat məni başıma zərbələr vurana qədər. Bunu mən sizə niyə deyirəm? Yeni il ərəfəsində. Mən arzu edirəm ki, sizin övladlarınız var, ətrafınızda insanlar var, bəziləriniz ailə həyatı qurmalısınız və s. belə. Heç vaxt belə onların belə travmalar yaşamasınlar. Həmişə həyatınızda sizə dayaq olan, sizin inandığınız mərhəmətli insanlar olsunlar. Çünki mərhəmət olmayan yerdə diqqət olur. Sən gərək mərhəmətli olasan ki, nəyəsə diqqət yedirəsən ki, küçədəki pişik acından ölür, sən ona yemək verəsən. Yağış yağır, küləkdir, soyuqdur. Siz hamınız, hər birimizin özümüzün həyatımızda qüsurlarımız var. Müsbət cəhətlərimiz də var, mənfi cəhətlərimiz də var. Amma arzu edirəm ki, həyatınızda həmişə işıqlı günlər, müsbət günlər çox olsun. Çox yaşayasınız, çox gözəl günlər görəsiniz. Qarşıda gələn yeni iliniz mübarək. Çok sağ olun Həmdə xanım, çok güzel sözlerinize göre. Bu arada Həmdə xanım danışırdı diye sözümü kəsmirdim. Aybəniz xanım, Aybəniz Həşimova bizi qatıldı. Hoş geldiniz. Her zaman siz gelirsiniz. Ne kadar güzeldi. Bu çok tesadüf oldu. Səidə xanım telefonda danışanda Aybəniz xanımla mən dedim gəlin də Aybəniz xanım çox xahiş edir gəlin. Deyir Aybəniz xanım mənə bir sizlə dedim. Deyəcək vəfatların ağzında söz durmur. Mənə dedi ki mən həyatımda birinci dəfə idi ki 20 dəqiqə saxdım sizə hazırlaşırkən. Akşamınız xeyir olsun. Hamınızı qarşıdan gələn yeni münasibətinə təbrik edirəm. Sizə can sağlığı, uzun ömür arzu edirəm. Bu bir... Yosif, bu filmin gecə nağılı. Mən onu qaçırdım. Bir dənə Səidə xanım deyirəm, necə gəlmədi ki, dur gəl. Deyirəm, hay uşaqlar, deyir, dur gəl. En güzel hediyelerimiz sizler. Səhərdən dərsdəyəm. Sonra mamalığım düzmüşdüm. İndi uşaqlar belə, yoxdur mamaydı, indi oğullar. Evdə makyajsız olurum baxın. Makyajsız da çıxanlara heç bir dayanmayacaq istiyoruz. siz mükemmelsiniz. Ne yaxşı ki bizlerle berabersiniz. Öpürəm ağınızı. Hoş geldiniz. Sağ olun, çok hoş oldu. Çok hoş oldu. Aybəniz xanım, dəyərli sənətkardır, Azərbaycandan kənarda yaşayan Azərbaycanlı vətəndaşların daim sevimlisiniz. Hər zaman siz səhnəyə çıxanda doğrudan sizi kimi sənətkarlar valla öyrənsiniz. Bugün bizim için hoş oldu ki, siz bizim Sənətkar adlı 2 layihəmizə sürpriz qonaq gəldiniz. Çok sağ olun. Ben de sizin kadar ben de çok hoşbəxtəm ki, sənətkarlarımızı görürük. Bilirsiniz, onları hər dəfə görmək, mən də teatrı sevirəm. Və elə bir dərsim yoxdur ki, orada uşaqlara o dərs tətbiq olunmasın. Çünki teatr elə bütün sənətlərin başıdır, mən deyərəm. Həmişə uşaqlarıma deyirəm ki, oxuduğunuzu oynamasa səhnədə o kavga çatmayacaqdır. Ona görə mən çox sevirəm teatrı və kinonu da çox sevirəm və sizin görmənə də çox xoşdur ki, sizi görmək. Çok sağ olun. Çok sağ olun. Sağ olun. Sağ olun. Çok sağ olun. Görürsünüz, yavaş-yavaş her şey daha da güzel. Bəli. Cavidan, mən bayaq dedim ki, aktyorların hər zaman vaxtı olur. Cavidan bu
bugün bir tədbirdən qaçıb bura gəlibdi. Amma tədbirə gedib təzdən bizə qatılacaq. Bəli, birazdan yenə qatılacaqız. Amma getməmiş bir-iki kəlmə deyil, sonra gedib. Tamam, belə deyəklər. Keçirsə yadıyansın. Mən həqiqətən çox gözəl təəssüratlar aldım, söz əsli mənasında. Gəldim, mən burada dəyərli sənətkarlarımızı gördüm, həm bu gözəl kollektivi gördüm və bir də xüsusilə vurgulamaq istəyirəm Əfsanə xanım, nəyi? Yaxından gözlər nə qəşəngdir, babaya baxmaq nəyi mən vurgulamaq istəyirəm? Bəyək siz sadalarınız, məsələn, Qarabağda olan nailiyyətlərimizdən və digər. Mən onları siz sadalamamışdan əvvəl mən zaten özümdə necə görüb nəticə satdım ki, yəni bu görkəmdə, bu duruşda, bu danışıqda Səsən xanım bunları bacara bilər. Həqiqətən deyirəm. Mən sizə dərin təşəkkürümü bildirirəm. Bu gözəl tədbirə görə biz sizlərlə bir arada olduq və sizə üzümüzə gələn ildə də o dediyiniz nailiyyətlərdən də daha çoxlu uğurlar arzu edirəm. İnanım ki, bu olacaq çünki işin başına sevgili dəyərli xanımcığım. Əfsanə xanım üçün xahiş edirəm, bir dənə alışlar gəlsin. Gözəl ürəyinə alışlayırıq. Xoş istirahətlər arzu edirəm sizlərə. Çox güman ki, ümid gələcəm, hə. Amma burada dəyərli ifaçımız, böyük sənətkarımız əyləşir. Onları yəni hələ ki, mənim üçün oxumaq tez olar. Ona görə sizləri baş-başa bıraxam, amma dönəcəm mütləq. Uğurlar sizlərə, buyurun. Çox sağ olun, Allah sizləri var eləsin. Nə yaxşı ki, bax, görürsünüz, düşünmədiyimiz xırda görünəcək bir hisslər var ki, o bizə xoşbəxtçilik yaşadır. Çox sağ olun, var olun Cavidan bəy. Ümid edirik ki, qayıdacaqsınız. Əsl sənətkarlar deyirlər, yuxu yatmaz, istirahətləri yoxdur. Bax, bugün hər birini görürsünüz ki, tək bizim görüşümüzə gəlmirlər, digər görüşlərə də gedirlər. Amma müəyyən bir vaxtda istəyirlər ki, hər kəsin könlünü şad etsinlər. Bax, əsl sənətkar, əsl insanlıq budur. Necə keçir tədbirimiz? Razısınız? Eşitmirsiniz məni? Bax, deməli, biz dedik, nə yaxşı ki, Aybəniz xanım da gəldi. Biz tədbirin hər zaman rəsmi, belə deyək, fəxri qonaqlarına bir poster hazırlayırıq və çağırış edirik ki, baxın, tədbirdə tək əyləncə deyil, bizlərlə bərabər dəyərli dostlar da var. Necə ki, siz dəyərlisiniz, dəyəri anlayırsınız və gələn qonaqların da elə dəyərini bilib gəlirsiniz. Baxın, görürsünüz, hər zaman, baxın, bayaq sənətkarlarımız da bizə yeni il dualarını, yeni gələn 2026-da nə arzular istədilərsə, inanıram ki, onlar bizim üçün həyata keçəcək. Necə ki, o Şaxta Baba misalı var. Mən hər zaman, indinin uşaqlar dedim, amma Şaxta Baba yoxdur, deyirəm, var. Çünki biz hər zaman, mən bu boyda bir yaşda olsam da, amma o Şaxta Babanın sözləri, möcüzələri. Niyəsə odur ki, həyata tutunmaq üçün ümid lazımdır. Stimulumuz olmaq üçün nələrsə arzu etməliyik. Biz tək tərəfli yaşaya bilmərik. Və sənətkarlar haqqında, teatr haqqında belə bir söz eşitmişdim və onu hər dəfə kimin problemi varsa, özündən çıxırsa, agresiv davranırsa, mən onu həmişə misal çəkirəm. Bilmirəm, şablondur, ya harada oxumuşam, amma gözəl misaldır. Deyir, həyata hər zaman tamaşaçı kimi baxın. Niyəsini deyəcəm. Rejissor, aktyor, aktrisa kimi baxmayın. Onda yaşaya bilməzsiniz. Niyəsi odur ki, biz teatrlara gedirik. Baxırıq ki, teatrda hansısa bir aktyor, aktrisa ayağı sürüşdü, yıxıldı. Biz elə bilirik ki, o doğrudan həmən senaride var, həmən kinoda, həmən hansısa bir sujet xəttində var. Və təbii ki, o profesional aktyor, aktrisalarımız onu sanki bu senaride olmuş kimi oynayırlar. Və o səhvi kamera arkası rejissor tutur. Aktyor, aktrisa bilir və oturan tamaşaçı onu bilmir. Duymur ki, əslində bu senaridə yıxılmaq yox idi. Ona görə ən gözəl misalı mən hər zaman buna görə çəkirəm ki, gəlin həyata tamaşaçı kimi baxaq. Rejissor, aktyor kimi baxmayaq ki, həyat bizə yaşamağa daha da asan gəlsin. Bəzən harasa gedəndə düşünürsünüz ki, nə geyinim, necə geyinim, nə geyinim, necə geyinim düşünməyin. Baxın, bizim geyimləri təşkil edən xanım var, Hicran xanım. Gəlin, özü sadə görünsə də, əl işləri mükəmməl. Hicran xanım, gəlirdi, əməyinizi niyə yerə vurursunuz? Əməyiniz mənim üzərimdədir. Hicran xanıma hansı
belə deyə, eskizi göstərsəniz, hansı paltarı göstərsəniz, bir gecədə sizin üçün tikər, həqiqətən. O qədər ürəyi gözəl xanımdır. Mənim də yerlimdir, Qəbələli xanımdır. Çox sağ olun, təşəkkür edirəm. İnsan kimi insan, xanım kimi xanım, zəhmətkeş ana. Bu mükəmməldir, həqiqətən mükəmməl bir şey. Bu həyatda zəhmətkeş bir xanım olmaqdır. Və ya xanım bəy fərq etməz, zəhmətkeş olmaq ən gözəl bir şeydir. Bugün geyimimi çox insan bəyəndi. Və soruşdu, hardan aldınız? Mən də dedim, bunun ünvanı var. Sizin ateliyenin adı nədir? Moisey. Moisey ateliyesidir. Və mənim hard olmağımdan asılı olmayaraq hər zaman zəng eləyirlər ki, siz nə qədər qazanırsınız ki, gündə bir paltar geyinirsiniz? Bəli, biz çox qazanmırıq. Amma sizi kimi necə dəyərli dostlar bugün bizim tədbirimizi bəziyib, bizim masalarda əyləşmişsiniz və bizim geyimlərimizi də Hicran xanım verir. Və eləsi olur, hədiyyəmiz olur, eləsi olur. Zaten biz səhnədə olan insanlar bir geyimi ikinci dəfə geyindirik. Buna görə sizə dərin təşəkkürümü bildirirəm. Əməyiniz böyükdür, istəyirəm ki, siz də danışasınız. Bizim insanlara nə demək istəyirsiniz bir modelyer olaraq? Bu ilin dəbi, xanımlar, maraqlıdır sizə 2026-da dəb nə olacaq? Baxın, eşidirsiniz? Dəyərli qonaqlar, gəlin bir-birimizi dinləyək, söhbətdə edək. İnanın ki, tədbirlər həqiqətən önəmlidir. Kimi səhər yeməyi edir, bu da gözəl. Əslində düşünərlər ki, bizi niyə səhər yeməyinə dəvət edirlər, bizi niyə gecə yeməyinə dəvət edirlər. Bax, bayaq hamı işdən gəlirdi, yoldan gəlirdi, ac idi. Təsəvvür edin ki, biz yemirik, içmirik, durub söhbət edirik. Hər şeyin öz gözəlliyi var. Yeməyin də, içməyin də, danışığın da, rəqsin də. Və biz bura mütəxəssisləri dəvət edəmişik. Sizlər də gözəlsiniz. Sizlərin işi də gözəldir. Amma bunu Reyhan xanımdan da soruşacağım. Siz də gəlin. Çünki o da gözəl xanımdır. Onun da əl işləri gözəldir. Mənim geyimlərimi təşkil edən Hicran xanımdır. Bu ilin dəbi nə olacaq əzizim? Xanımın vurguladığı kimi də kimə nə yaraşırsa olur. Ən əsası odur ki, biz insanları əynindəki geyiminə görə yox, öz insani dəyərlərinə görə qiymət ölçməlisiz. Bəli, ona görə qiymət verək. Mən çox danışdım. Nə gözəl ki, baxın, bəzən insanlar, bəzən belə egoist insanlar sevmir ki, o da modelyerdir, mən də modelyeram. Əslində gözəl bir şeydir ki, dost olmaq. Bəli, Reyhan xanım, siz də deyin də, bu ilin təbi, baxın, bir deyirlər at ili gəlir, düzdürmü? Kobud da səslənsə deyəcəm, mən arzu edirəm ki, üzümüzə at kimi dayanan insanlar bizim qarşımıza çıxmasın. At kimi muradlı olsun və at kimi irəliləyən insanlar bizlə dostluq etsin. Amma atın bir xüsusiyyətini özümüzə götürməyək. Yəni, el dilində belə bir şey var, bu insan necə mənim üzümə dayanır, sanki atdır. Amma atın üzümüzə dayanmağı gözəllik kimi qəbul edək. Amin inşallah. Reyhan xanım, sizi də eşidək. Hər birinizi salamlayıram. At gəlir muradımıza çataq. Əsas oldu. Atın rənginin elə ondan o çalanlardan elə yararlansa böyük bir şey. Onda hər bir rəng var. Yaşayın, yaradın. İnanıram ki, hər bir şeyi ölçüsündə, kıvamında tutursunuz. Allah sizlərə sağlıq versin. Hicran xanım, dəyərli. İnanıram ki, Reyhan xanım, siz də dəyərli xanımsınız. İnanıram ki, mənə daha fərqli. Maşallah. Görürsünüz, necə ürəyi geniş xanımdır ki, bir modelyerin işini təsdiq edir. Hara gelirsiniz? Paltar söhbəti var burada. Paltar söhbəti var burada, Hicran xanım gedir. Hicran xanım, bundan sonra daha gözəl paltarlar istəyirik sizdən. Evimdə də mükəmməl paltarlar var və kim istəsə müraciət edə bilər. Yanımızda olduğunuz üçün, belə gözəl geyimlər bizə, belə xərcimizi azaltdığınız üçün sizə bir daha təşəkkür edirəm. Burada olan qonaqlar hər bir əzizdir, sənətkarlarımız
gözəldir. Amma mənim həmişə uşaqlıq arzum olubdur. Həmişə xanımı yaxından görmək. Aynen öyle. Və bunu mənə bəxş etdiyinizə təşəkkür edirəm. Və çox istəyirəm ki, Həmidə xanıma gözəl, özü kimi, xanım xatın gözəl bir geyim təqdim edir. Əgər məndən qəbul edərsən. Siz də sağ olun. Mənim üçün fərq olur, Həmidə xanım, şərəf olar. Həmidə xanımı mən nizami kimi olsunlar. Oradan mən, yəni nə qədər ruhlarınıza baxmışam, çox çəkildiklər. Amma bir dənə bəlkəsiz atası olur. Çox sağ olun. Həmidə xanımla biz nömrələrini də götürəcəyik və ürəyi istəyən hansı libas varsa onu biz ona hədiyyə edəcəyik. Qısa zamanda. Çox sağ olun. Sağ olun. Görürsünüz nə gözəl təşəbbüslərimiz var. Bizlə bərabər baxın, televiziyanın ekspertləri. Zəhmət olmasa, bax Ceyhun bəy, Jalə xanım, siz də ekspertsiniz, gəlin. Ceyhun bəy, xeyriyyətçi işlərində, sosial hüquq verilişlərində ekspert, Bəxtiyar bəy, siz də gəlin. Niyə yan qalırsınız? Ülkər xanım, siz də gəlin. Gəlin, sizin sözlərinizi də eşidək. Günay xanım, gələ bilirsinizsə televiziyada hər kəsə təmənnasız vəkil xanımdır, İradə xanım. Zəhmət olmasa, yaxınlaşın sizdə. Bizim ekspertlər qrupunun belə deyək, dəyərli bacı qardaşları, hər zaman dəyərli dostlar. Xoş gəlmişsiniz. Qəmər xanım bayaq danışdı, amma Qəmər xanım da bizim ekspertlər siyahısındadır. Buyurun, bizim ekspertlər siyahımızda Mirəzin doktor da var. O da çıxışını dedi, amma sizləri eşitmək xoş olardı. Ülkər xanım, xoş gəldiniz. Sırayla dayanız burada. Bəli, buyurun. Ben de herkese salamlayıram. Çok sağ olun Əfsanə xanım. Həqiqətən də bu çox böyük bir təşəbbüsüydü. Deməyinizə çox sevindik. Əslində qalsa mən bu gəlməkdə çox tərəddüd edirdim. Üzümü deyim ki, həm belə gəlmək istəyirdim, gəlmək istəyirdim. Aydın müəllimin bir kəlmə sözü var. Dostun yanında olmaq lazımdır. Dəyərli Aydın xan müəllim, anası bir balaca xəstədir, Allahdan ona şəfa diləyirik və ürəyi bizləndir. Bu gün o da bərabər olmalıydı, amma təbii ki, ana çox önəmlidir və rayondadır. Xeyir xəbərlərlə sizi gözləyirik Aydın xan müəllim. Yəni mən də ona görə Aydın xan müəllimə də doğrudan təşəkkür edirəm. Mənə ısrarla dedi ki, İradə xanım, narahat olmayın, gedin tədbirdə iştirak edin. Çox sağ olsun. Sizə də çox təşəkkür edirəm. Belə insanlarla, bizim aktörlərimizlə bir yerdə olmaq mənim üçün çox xoşdur. Çünki mən demək olar ki, sizlə eyni illəri paylaşa gəlmişəm. Bu mənim üçün çox böyük bir sevinçdir ki, bu günləri mən gördüm. Aydəniz xanım, siz demək olar mənim yerimsiniz. Çox xoş oldu sizi bir daha görmək burada. Çok sağ olun, benim için çok hoş oldu. Her birinizin karşıdan gelen bayramlarınızı tebrik ediyorum. Dünya Azerbaycan'ın Həmrəylik günü de yeni tebrik ediyorum. Size büyük uğurlar arzuluyorum. İnşallah daha büyük sahneler arzuluyorum sizlere. Daha büyük uğurlar arzuluyorum Aydəniz xanım size de. Çünkü sizin sesiniz Amerika'dan geldi, uğurlar kazandınız. Bu bizim için fəxirdir. Çok sağ olun. Burada oturanların da hər birinin bayramını təbrik edirəm. Hər birinizə uğurlar arzuluyorum. İnşallah 2026 sizin için daha güzel, daha uğurlu olsun. Teşekkürler. Etmək istəyirəm ki, öncədən hamıya qarşıdan gələn bayramları təbrik etmək istəyirəm. Dəyərli əzizlərimiz və hörmətli xanımlar, bəylər, hamınızı 2026-cı ilin uğurla, sevinclə və ürəyinizdə olan arzuların həyata keçməsini arzulayıram. Həmişə sevinəsiniz və həmişə də doğma belə məclislərdə, gözəl məclislərdə də olmanızı arzulayıram. Əfsanə xanım, sizə dərin təşəkkür edirəm dəvətiniz üçün. Çox gözəl və xanımları da, doğmalarınızı da görmək bizim üçün çox xoş oldu həqiqətən. Ən önəmlisi bizim üçün uşaqlıqdan tanıdığımız, dəyərli, hər şey səhnələrdə gördüyümüz, bizim üçün həqiqətən əziz olan, əziz doğmalarımız insanlar, hər şey sizi səhnələrdə böyük rollarla görürüm. Və həmişə də sizi həqiqətən də qarşımızda Həmidə xanımın gözəl gözləri oldu, Aydəniz xanımın gözəl səsi oldu. Sizlər həqiqətən də
Yəni bir daha sizləri bir məclisdə olmaq çox uğur versin. Mən sizə yenə bayramınızı təbrik edirəm. O qədər bir Sizi de eşidək. Hər vaxtınız xeyir olsun. Hörmətli xanımlar və cənablar, Əfsanə xanım, sizlərin təşəkkürümüzü bildiririk ki, bugün bizləri Azərbaycan mədəniyyətinin mükəmməl səviyyədə dünya səhnəsində, həmçinin ölkəmizdə layiqincə təmsil edən dəyərli sənətkarlarımızla bizləri üzrə qoymuşsunuz. Və dünyadan köçən sənətkarlarımız da var ki, hansı ki bəzilərdə simalarını biz hazırda civarda görürük. Çox təəssüflər olsun sizin kimi sənətkarlar. Mən hesab edirəm ki, onlar kimi sənətkarlar bu dünyaya gəlməyib gəlməyəcəkdir. Hər kəs fərqdir. Amma sizlərin davranışlarınız təbii ki, ümid edirəm ki, sizə layiq sənətkar kimi Azərbaycan mədəniyyətini mükəmməl səviyyədə təmsil edəcəklər. Bugün mənim üçün 2 qat sevinçli gündür. Səbəbi ondan ibarətdir ki, bundan illər öncə 2005-ci ildə Milli Konservatoriyamızda hazırlıq prosesi gedirdi. Hansı ki o prosesdən sonra artıq pöhrə müsabiqəsi olacaqdır. Həmin pöhrə müsabiqəsinə qatılmaq üçün mən də bədii qiraət üzrə Masallı rayonundan gəlirdim, mən valideynimi gətirirdim. Mən həmin ərəfədə 11-ci sinifdə oxuyurdum və çox hörmətli sənətkarımız, dəyərli insan, gözəl ana Aybəniz xanım da oradaydı, üzvlər qurtuylar. Və Aybəniz xanım ilk dəfə orada dedi ki, bu uşağın səsi tonu Vəfa xanım Zeynalovanın səs tonuna oxşuyur. Və mənim valideynimdən xahiş elədi ki, siz nə edirsinizsə edin, Bakıya yerləşin. Bu qız mənim qrupumda olsun və mən onu yetişdirəcəm. Aybəniz xanım o vaxtı o sözü mənim valideynimə demişdi. Və bugün Vəfa xanım Zeynalovanın məkanında, Aybəniz xanımın önündə və dəyərli sənətkarlarımızın önündə eyni zamanda da Respublikamızın çox dəyərli ekspertləri, çox dəyərli iş insanları, peşəkar həkimləri və digərlərinin önündə söz deyirik. Bu mənim üçün 2 qat sevinci gündür. Hər birinizi ürəkdən, qarşıdan gələn həm 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə, həmçinin 2026-cı il çox dəyərli il münasibətli ürəkdən təbrik edirəm. Bizim üçün və xalqımız üçün ümumiyyətlə bundan sonraki illər çox dəyərlidir. Ona görə ki, Cənab Ali Başkomandanın rəhbərliyində ölkə mükəmməl səviyyədə xarici siyasət arenasında təmsil olunur. Daxili siyasətimizdə hər birimiz görürük, çox şükürlər olsun ki, biz xarici siyasət arenasında artıq özünü 2 qat, 3 qat, 5 qat deməli üçün hər tərəfli şəkildə 100% səviyyədə təmsil etmiş xalqıq. Çünki biz dəmir yumruqda birləşib, hər kəs öz arenasında, jurnalist platformasında, sənətkar platformasında və digər şəxslər də öz platformasında çıxış edərək Bəxtiyar müəllim kimi qazilərimizin məhz fədakarlıqları ilə, qəhrəman oğullarımızın fədakarlığı və Cənab Ali Başkomandanın ulu öndərinin xarici siyasətinin davamçısı olan o insanın rəhbərliyində biz dəmir yumruqda birləşərək məhz qarşı tərəfi həm siyasət arenasında, həm də qolumuzun qüvvəmizin gücü ilə məğlub etdik. Ona görə bundan sonraki illər bizim üçün uğurlu olacaq ki, biz sözümüzü artıq deyən xalqıq və dünyada bəlkə barmaqla sayılıb seçilən ölkə və ölkə rəhbərləri və siyasətçiləri vardır ki, biz balaca bir nöqtə boyda xəritədə görünməmizə baxmayaraq, dünyanın demək olar ki 70% neftlə təmin edən ölkəyi və eyni zamanda bundan da ziyadə sözünü deyə bilən ölkəyi. Buna görə biz fəxr edirik ölkə rəhbərliyində, sizin kimi sənətkarlarla və eyni zamanda sizin kimi peşəkar insanlarla Əfsanə xanım dərin təşəkkürümüzü bildiririk. Dolayısıyla Aydınxan müəllimə dərin təşəkkürümüzü bildiririk ki, o ekspertlərə ictimai xadim kimi rəhbərlik edərək bizləri sizlər vasitəsilə tanış edib və bu günləri biz də burada sizin bu xoş abu-havanıza biraz da olsa qoşula bildik, var olasınız.
Teşekkür ederim sizə. Axşamınız xeyir olsun. Mən öz növbəmdə özümü təqdim edeyim. Aparıcı, televiziya aparıcısıyam. Jalə xanım Xəşayeva. Mən burada çox danışmayacağım, qısa danışacağım. Divarda olan şəkillərə baxdım ilk öncə. Yaşar Nuri, Qəmiz Novruzov, Səvuş Aslan, Fuad Poladov, Nəsibə xanım Zeynalova, Hacı İsmailov. Yəni, bir anlıq o şəkillərə baxanda, nə bilim, insan gedir. Ola bilər deyirsiniz ki, çox yaşım yoxdur, amma bəlli bir yaşım var artıq. Həmidə xanımı görəndə hər zaman retro yazımıza düşür. Sizi gözləyirdik ki, Snitir benim belə deyil də səbirsizliklə ki, indi gözəl bir film olacaq. Həmidə xanım danışacaq, daha sonra filmə baxacaq. Səidə xanıma, nə deyim, o qədər sevgimiz var ki, hədsiz dərəcədə də, yəni bu, bəlkə də mən danışsam indi kövrələcəm, yəni sizlərə olan sevgimiz doğrudan hədsizdir və sizlərə o qədər can sağlığı arzu edirəm ki, deyirlər də 100 yaşar, nağıldır da, kim 100 yaşayır ki, amma 60, 70, 80, 85 çatın da, o yaşa çatın. Sizləri çoxlu öpürəm ki, Vəfə xanım, sizə də Allah qorusun ki, bu cür gözəl bir məkanı yaratmışsınız, hamını burada yığmışsınız. Anar bəyə xüsusi təşəkkür edəcəm, niyə? Çünki efiri açırıq, mən deyəcəm də, bu mümkün deyil də deyil, qanımız birdir də ona görə. Kim necə danışır, necə danışmır, hər kəs istədiyi şəkildə danışır, heç kimin bir bədii qirayəti yoxdur, hərif, söz, fərq etməz. Amma sizin bir kəlmə deməyiniz ki, bravo, ondan gözəl bir şey yoxdur. Sizə də can sağlığı versin. Ən azından sizi görəndə Yaşar Nuri'ni xatırlayır. Allah onların hamısına qəmgən rəhmət eləsin. Sizlərə də can sağlığı versin. Bir daha bu tədbirin təşkilatçısı Əfsanə xanıma təşəkkür edirəm. Burada olan bütün xanımları öpürəm, çünki hamısını tək-tək tanıyıram. Bir daha təşəkkür edirəm dinlədiyinizə görə. Çox sağ olun, var olun. Hörmətli yoldaşlar, axşamınız xeyir olsun. Əfsanə xanımın əlbəttə özü necədirsə, ətrafında olan şəxslər də ona layiqdir və biz də burada xanımlar çox olduğuna görə, azlıqlar çoxluqlara tabi olduğuna görə biz də xanımlara tabiyik. Biz xanımların qulluğundayıq. Xanımlar nə deyirsə, bütün sözlər deyirlər. Bir daha hər birinizə təşəkkür edirəm və bizim sənətkarlarımıza da xüsusi təşəkkürümüzü bildirir ki, öz dəyərli vaxtlarından ayrı bizimlə bölüşürlər. Sizə də can sağlığı arzu edirəm. Var olun, qarşıdan gələn bayramımızda mübarək olsun. Sağ olun. Dost, dəyərli insan, hər zaman yanımızda olan şəxs. Çox gözəl şeyləriniz, Allah sizlərə can sağlığı, bəxtiyar bəy. Sizi də hər kəs öz xeyir əməllərinizlə, dost kimi, gözəl insan kimi tanıyır. Nə yaxşı ki, bu gündə gəldiniz. Allah sizə xanım, çox sağ olun. Təşəkkür edirəm ki, belə bir almalı edilər. Yəni, gözlədiyimdən daha artıq bir şeylər oldu. Hər kəsin qarşıdan gələn bayramını təbrik edirəm. Həmrəyliyimiz əbədi olsun. Sənətkarlarımızda çox yormaq istəmirəm, pis yemişik. Bunlar nəsə yemək istəyir, biz də qıraqdan gəlirik, hər dəfə adlarını tuturuq, onlar bir çörəyi gəlmirlər. Çox narahat edilməyən, çox sağ olun, var olun. Qarşınızda baş ayırır, var olasın. Sağ olun. Bu günləri bu tədbirə məni və bizim sənətkarlarımızı, böyük sənətkarlarımızı Vəfa xanım dəvət edib. Biz çox məmnun hissi geçiririk ki, sizinlə bu günləri görüşürük burada. Mən bayaqları bura gələndə bir hissi yaşadım. Mane olmuram heç gün. Eşidirsiniz bir dəqiqə, yox. Kameranın arkasından, önündən keçirik, sonra kadrları götürmək olur. Mən elə momentdə laf yaxşı düşürəm. Valla, keçin, kim istəyir geçsin, gəlsin, ama sakin. Baya bura gələndə bir hiss yaşadım. Dünənləri çəkiliş meydançasındaydı, bir serialın çəkilişiydi. Orada cavan aktyorlardan biri gördüm, mənə bir maraqla baxır. Necəsə ünsiyyətimiz yarandı. Bir də özümü xoşbəxt sayıram ki, mən uşağıydım, sizi televizorda görmüşəm falan. İndi o qədər özümü xoşbəxt sayıram ki, sizinlə bir serialda çəkilirəm. Amma bayaq bura girəndə mən həmən hissi özümü yaşadım. Çünki mən uşaqlığım illərindən Həmidə xanımı
bizim Səidə xanımı və bir çox böyük sənətkarlarımızı görüb və bu günləri Allah qismət edib bizə o insanlarla həm görüşürük, həm tərəf müqabilə oluruq, istər səhnədə, istər hansısa bir filmlərə, seriallar, bir yerdə işləyirik. Mən o hissi bu günləri burada yaşadım. Bu günləri mən onun bir əksini yaşamışdım. Artıq yaşa dolmuşam, 49-50 yaxın yaşım var. Gördüm cavanlar mənə bu cür xoş sözlər deyirlər. Mənə o qədər xoş oldu ki, və istədim ki, həmən o xoş hissləri, mən bilirəm, Həmidə xanım bunları çox yaşayıb. Çünki hər birimiz bunu Həmidə xanıma deyirik. Səidə xanım getdi, tələsirdi. Səidə xanım və sizin kimi sənətkarların biz görüb, sevib bu sənətlə məşğul olmağa başlamışıq. İndi nə dərəcədə biz onu nail olmuşuq, bacarırıq, onu sənətkarlar deyə bilər. Çox xoşbəxt sayıram özümü bu sənətdə olduğuma görə. Mən özümü o xoşbəxt aktyorlardan sayıram ki, mən teatrda da, istər serialda, filmdə də çox böyük sənətkarlarla tərəf müqabil olmuşam. Bir adlarını salamıram, əsas alamıram. Burada divarlara baxsaq, demək olar, burada əksəriyyəti bir 80%-dən biz Rəfah xanımda bir yerdə təbii tərəf müqabil olmuşuq tamaşalarda falan. Bir mənə qismət olmayıb, Həmidə xanımla bir tərəf müqabil ola. Biz onu gözləyirik, inşallah mən onu ümid edirəm ki, heç kimə deməz sizdə hər halda ürəyimi açıram sizə. Çox da xahiş edirəm, heç kimə deyim. Mən uşaq vaxtı Həmidə xanımı sevirdim televizorda. Sonra elə qismət oldu ki, görüşdük. Onun səmiyyətini, onun gülər üzünü, mən oradan onu necə sevmişdimsə, baxdım, gördüm ki, indi də sevirəm, çünki o ona layiqdir. Mən xahiş edirəm, Həmidə xanımı aldım. Nədən o böyük sənətkarlarımın sözləri dediyi təbriklərini çatdırdılar. Mən qısa bir balaca yaşadığım his barədə sizə danışdım. Mən də istəyirəm bizim böyük sənətkarlarımızın arzularını qoşulum. Qarşıdan yeni il gəlir. Bu münasibətlə hər birinizə öyrən təbrik edirəm. Mən hər dəfə yeni il bayramını, biz belə deyəklər, o Sovet döneminde yaşayan insanlar yeni il bayramını bir başka tür karşılayırlar. Təbii Novruz bayramımızda biz qeyd edirik. Ama bizim için o dönemden kalanlar o yeni ili bir başka tür gözləyirik. Bu illərdə o həvəslə, hemen o şövqlə, o sevgiyle hazırlaşırıq ki, inşallah 2025-ci ili yola salınıb, 2026-cı ili qarşılayaq. Bayaq dedilər, at ilidir, yadıma düşürük də oradan da at ilidir. At da vəfalı heyvandır. Bilirsiniz, biz də qismətdən bu vəfanın obyektindəyik, yola gəlmə mənim ürəyimdir. Biz vəfa ilə universitet illərindən bir yerdə oxumuşuq və universiteti bitirdiyimiz ildən də bugünə qədər Akademik Milli Dram Teatrında çiyin-çiyinə çalışırıq, bir çox tamaşalarda tərəf müqabilə olmuşuq. Vəfa mənim əziz dostumdur, bugün onun məkanında bu cür insanların yığışmağı görəndə ürəyim dağa dönür. Çox sevinirəm ki, mənim dostum, Sultan Məşdər artisti, hamımızın sevgisi, Vəfa xanımın bu cür gözəl bir məkanı var. İnsanlar gəlir burada öz xoş günlərini qeyd edirlər, bir-birlərindən dərdləşirlər, yiyirlər, gülürlər. İndi qismət olanda bizlər də gəlirik, o tədbirlərdə iştirak edirik və sizlərlə ünsiyyətdə oluruq. Bayaq kiminlə fotolar falan çəkdiririk və sizin bizə söylədikləriniz və ola bilsin sosial şəbəkələrdə hansısa şəkillərin, videoların altında yazdığınız xoş sözlər bizi belə deyərdim, qanadlandırır. Yaşamağa, yaratmağa, işləməyə bizə həvəs verir. Sağ olun ki, siz varsınız. Mən tamaşaçı qismində sizi görürəm. Allah sizə can sağlığı versin. Çünki tamaşaçılar olmasa teatr, aktyor, filan, kino heç şəkildə lazım olmaz. Özümüzü bir əl çalar, alqışlayan xahiş edirəm. Hər birinizə qarşıdan gələn yeni münasibəti ilə ürəkdən təbrik edirəm. Var olun, nə yaxşı ki varsınız. Çok sağ ol Anar. Sen var ol Anar. Anar özü bayaqdan her şeyi qeyd elədi və gördünüz ki, birinci saatdan belə deyim də, sonuncu dəqiqəyə kimi öz centilmenini qorudu, saxladı və qızlara deyəndə ki, gözləyin səhnəyə gələcək aktyorlar şəkil çəkdirərsiniz rahatçasına. Mən düz anlamadım, amma Anar sağ olsun. Anar öz centilmenini göstərdi, durdu səhnədə və bütün xanımların ətrafında bir-bir onları qırmadan şəkil çəkdirdi. Təşəkkür edirəm Anar sənə və səbrinə və tərbiyənə, hər şeyə görə sənə çox minnətdaram və
Çox sağ ol ki, mən sevinirəm ki, mən belə gözəl insanlar tanımışam. Onlarla illərdir çiyin-çiyinə çalışıram və bu da mənə zövq verir. Və mən çox sevinirəm ki, kiməsə mən nəsə xahiş eləyəndə, mən deyəndə ki, böyük sənətkarlarımıza belə bir tədbir var. Onlar sizi görmək istəyirlər. Siz düşünməyin ki, onlar rahat şəkildə hər yerə gedə bilirlər. Bayaq sadaların genişləri hədsiz çox olur. Amma sağ olsunlar ki, yenə də gəldilər, məni qırmadılar və sizinlə bərabər oldular və çox böyük belə dildə hövsələ göstərdilər ki, heç kimi incitməsinlər. Ona görə gəlin, bax, elə məhz o xasiyyətlərinə görə bizim aktyorlarımıza dəyər verir. Çünki bu səmimiyyət heç bir dövlətdə yoxdur. Ancaq bu bizə məxsusdur. Çünki xalq olaraq biz qonaqpərvər xalq. Ona görə də biz bir-birimizə dəyər verməyi sevirik, amma əmək etdirməyi də çox sevirik. Təşəkkürlər edirəm. Hər birinizə təşəkkürümü bildirirəm. Mən dəyər verdim, bəzilər səməyimizi itirir. Çox sağ olun Vəfa xanım, təşəkkür edirəm. Əsas odur ki, biz daim öz yolumuzda davam edirik. Allah nə qədər ömür verir, biz bu yolları gedəcəyik. Zaten hər tədbirimizdə fərqli qonaqlarımız olur. Bundan sonra da yer əyləncənindir. Ümidvaram ki, hər kəs qol qaldıracaq, rəqs edəcək və yeni il havasını elə öncədən biz burada qeyd edəcəyik.
Hemen